Quranda da yazılıb ki, bir olun, ancaq siz bölürsünüz cəmaatı. Özünüz kimi saqqallısı da var, heç ona da salam vermirsiniz. O, publikaya təsir eləmək üçün belə danışır. Bir olaq. Quran-ı Kərim bizə deyir ki, bir olaq. Yaxşı, Quran-ı Kərim deyir, bir olaq. Nəyin üzərində bir olaq? Bu sualı vergin ona. Yəni, sən nə deyirsən, ya başarı olaq sən kimi, və ya xavaric olaq sən kimi, və ya ixvan olaq sən kimi. Bilirsiniz, bu alladıcı sözlərdir. Avam adam da yaxşı danışır, deyir, bir olaq, amma qamət deyir ki, ayrılaq. Qamət də deyir ki, ayrılaq. Qamət də deyir ki, bir olaq. Lakin nəyin üzərində söhbət odur? Sual odur. Siz nə qaydın? Sələfin yoluna qaydın, bir olaq. Nə oldu lan şu? Ola bilər etiqadda eyni olasan, lakin mənhəcdə eyni olmayasan. Mənhəcdə etiqadla bir-birindən ayrılmazdır. Bu adam kafir görür hakibi. Sən deyirsən, onunla bir olun və ya xuruc görür. Nə bilim, hardasa cihad görür. Təkfir edir. Sən deyirsən, mən onunla bir olun. Nə yaxşı olan deyir. Deyir hamısına, deyir, Hitler'e də salam ver, nə bilim, Salman Rushdie'yə də, da hamısı amma qamət deyir ki, salam vermə. Yox, salamı kəsməyi olar. Müəyyən adamlarla. Bəli. Bu ən birinci, biz bunu Peyğəmbər sallallahu əleyhi və səlləm öyrənmişik. Yəni, öyle fikirləşib, bu əqidənlə, bu əməllərlə ona salam verərdilər, sahabələr.